araştırmanızı almıştı. Cənab zabitlər, bu günləri sizi öz yanıma dəvət etməkdə məqsədim var. Deməli, son 10 gün ərzində iki qonşu kənddən iki ağır hadisə baş verib. Deməli, hər iki hadisədə iri bir marketlərdən oğurluq olub, marketlərdən küllü miqdarda mal oğurlanıb. Hər iki cinayətdə dəstxət eynidir. Yəni, cinayətkarlar əvvəlcə obyektə gələn elektrik xəttini kəsirlər, sonra mühafizəçiyə silahlı hücum edir, əlin qolunu bağlayırlar. Ondan sonra isə marketin pəncərəsini sındırıb, oğurluq hadisəsini törədirlər. Məqsəd oğurluqdur, amma cinayətin törədilmə usuluna görə hər iki hadisə quldurluq cinayətidir. Quldurluq cinayəti çox ağır cinayətdir və hər iki cinayətin bugünə kimi bağlı qalmağı Nazirliyin rəhbərində ciddi narahatçılıq doğurur. Görülən işlərdən məlumatım var, amma bu işlər məni təmin eləmir. Bu sahədə bizim işimiz həddindən artıq zəifdir və mən fikirləşirəm ki, bununla bağlı, yəni bu cinayətin açılması ilə bağlı biz təcili, təxirə salınmaz tədbirlər görməliyik. Bunun üçün nə eləmək lazımdır? Bunun üçün hər şeydən əvvəl hər bir əməliyyat müvəkkili öz ərazisində müxtəlif cinayətlərə görə məhkum olunmuş şəxslərlə maraqlanmalı, avaralarla, narkomanlarla, tüfeyle həyat sürən insanları müşahidə götürməlidirlər və onların ətrafında iş görməlidirlər. Deməli, bugünə kimi hələlik bizim bu iki cinayətin heç birində şübhəli şəxsimiz yoxdur. Bu da o deməkdir ki, bizim işimiz tələb olunan səviyyədədir. Xəlil o. İşlər məni qəti qane eləmir. Çünki bu ağır cinayətlərin bugünə kimi bağlı qalmağı hər birimizin zəif işin nəticəsidir. Xalqımız, cəmaatımız, nazirlik bizim işimizə qiyməti gördüyümüz işə görə verir. Yəni, işimiz baş vermiş cinayətləri vaxtında açmaq, cinayətkarları məsuliyyəti cəlb eləməkdir. Əgər biz bunu indiyə kimi görə bilmiriksə, deməli işimiz tələb olunan səviyyədə deyil. Əyləşin. Deməli, mən belə qərara gəlmişəm. Bugün əmrimizi alamışam. Xəlilovun rəhbərliyi altında əməliyyat istintaq qrupu yaratmışam. Və bu əməliyyat istintaq qrupuna mən səlahiyyət verirəm ki, bu cinayətlərin açılmağı ilə bağlı şöbənin bütün xidmətlərin köməyindən istifadə etsinlər. Bütün xidmətlərin köməyindən. Şöbənin bütün nəqliyyat vasitələrindən istifadə etmək icazə verirəm. Və ən əsası özünüz də gecə-gündüz bu işlərlə məşğul olmalısınız. Obyektlərin hər ikisində təxminən 10.000 manatdan yuxarı mal oğurlanır. Və bu mallar əsasən sənaye mallardır, mobil telefonlardır, danışıq kartlardır və s. və ilə axır. Onun üçün də siz təcili rayon ərazisində və qonşu rayonlarda mobil telefon satılan dükanlardan, sənaye malları satılan dükanlardan və ən əsası qara bazarından maraqlanmalısınız. Yəni, cinayətkarlar uğurladıqları malları təbii ki, evdə saxlamazlar. Onlar həmin malları realizə edəcəklər. Hər hansı bir üsulla. Və mən çox güman edirəm ki, bu mallar kənar rayonda satılacaq. Yəni, cinayətkarlar bu malları rayonda satmağa cürət eləməzlər. Ona görə də, bax, bu kənar rayonlarda, Qarabazarda bizim rayon sakinlərindən
rast gəlinəndə dərhal uçda götürülməlidir. Dərhal. Və həmin şəxslər ətrafında ciddi iş görülməlidir. Bu cinayətlərin bir spesifik cəhəti var. O nədən ibarətdir? Deməli, hər iki halda elektrik dirəklərindən elektrik xətti kəsilir. Elektrik dirəklərindən elektrik xəttin kəsilməyi, yüksək cərəyanlı, yüksək voltlu dirəklərdən bu xəttin kəsilməyi bu işdən başı çıxan adam edə bilər. Yəni, bu işdə elektrik işindən baş çıxaran adamın olmağı şəksizdir. 100% bu işdə belə bir adam var. Bax, bu adamlarla maraqlanın, elektrik şəbəkəsinin işçiləri ilə, vaxtı ilə işləyib indi çıxanlarla və dediyim qaydada bu dəst xəttdə iştirakı ola biləcək insanları, cinayətkarları müəyyənləşdirmək lazımdır. Bu mütəşəkkil bir dəstədir. Bizim rayon ərazisində belə hadisələr son vaxtlarda, son illərdə olmayıb. Və mən elə güman edirəm ki, bunlar ola bilsin ki, kənar yerdən, yəni qastrolyor cinayətkarlardır, başqa yerdən gələnlərdir. Və bunlarla maraqlanmaq lazımdır. Dövlət yol polisi işçilərindən əlaqə saxlayırsınız, eşidirsiniz məni. Rayona gələn şübhəli maşınlar saxlanılır və yoxlanılır, aydındır. Və onlar xüsusi nəzarətə götürülür. Və bu dediyim istiqamətdə bu işləri görmək lazımdır. Cəfərov, hadisənin hər ikisi sənin xidmət etdiyin ərazidədir. Bir əməliyyat müvəkkili kimi sənin borcun nədir? İlk növbədə o əraziyə gəlib gedənlərlə maraqlanmaq, kənar yerdən gələnlər istər-istəməz kiminsə diqqətini cəlb edə bilər. Aydındır. Və ərazinin özündə cinayətə meyilli şəxslər, cinayətdə şübhəli şəxslər, avaralar, oğurlar, narkomanlar, bunlarla ciddi maraqlanmaq lazımdır. Aydındır, əyləşin. Salam, saha müvəkkili kimi sənin işində məni qane eləmir, 10 gün ərzində xidmət elədiyin iki kətdən iki ağır cinayətin baş verməyi təbiidir ki, məndə narahatçılıq yaradır. Ona görə səndən tələbim budur ki, bütün imkanlardan, inanılmış şəxslərindən, etibar etdiyin şəxslərdən əlaqəyə girirsən, onlarla söhbət edirsən və bu cinayətdə şübhəli şəxsləri tapmaqda kömək edirsən. Əyləşin. Deməli, sizin hər biruzə tapşırığın bundan ibarətdir. Və 10 gündən sonra bu əməliyyat müşavirəsi təzədən yığılacaq, görücü işə qiymət verəcək. Aydın hər biruzə? Bu budur. Kiminsə sözü var mı bu işlərə görə? Qaranlıq bir məqam yoxdur ki. Hər şey aydındır. Oldu. Gedə bilərsiniz. Sen necəsən qaqaş? Niyə həmişə mən zəng eləmişəm də sənə? Onu qaytardım da mən sənə. Nə olsun bir laxı ki qaytardım da onu sənə. Hüseyin mənə bir dənə... Cəmaat özünü naza qoydu, lap. Yasin ağa, necəsən qaqaş? İşin gücün necədir? Səni çoxdan axtarırdım. Necə yana adama niyə lazım var? Bir gün mən sənə kömək eləyərəm, bir gün sən mənə kömək eləyərsən. Alo. Bir gün it kimi yalvararsın mənə, pul ver. Kimə zəng verim, kimdən götürüm. Telefonu ne hesab veririm sana? Ama deyir bir saate pul getirip koysun stolun üstüne. Yoksa sənin üçün pis olacaq. Oynaya bilmirsən, oynamada bu zibili də. Mən də düşmüşəm sənin dalınca. Eşitsən məni? Dedim bax sənə.
Bir saata stolun üstündə olacaq. Oradan gəldi. Əvəzə sən görmürəm. Salam. Əvəz necəsən qaqa? Xeyirdir inşallah. Əvəz mənə sıroslu pul lazım idi. Yenə də qumarda uduzmusan. Əvəz bilirsən də mənim xəstəliyimdir də bu. Hala xəstəliyindir, gəl müalicə elətdir. Kömək elə də mənə bir dənə. 2 gün bundan qabaq payıma düşən pulu nə eləmsən? Elə olar da uduzmuşam da. Bəs bir həftə bundan qabaq verdiklərimi nə eləmsən? Onlar da getdi də elənçi. Nəyə getdi axı? Yaxşı da əvəz. Sən mənə pul verəcəksən ya yox? Sən əvvəl mənim sualıma cavab ver. Yaxşı qızlar düşmüşdü. Mehmanxana, restoran. Kişi deyil, mənə də başa düşdü. Mən sənin yadıva qumarda uduzanda düşürəm də. Heç qızlar olanda yadıva düşmürəm. Söz verirəm də, gələn səfər sənin üstündə düzəldəcəyəm. Bir şərtim var. Yaxşı da dedim də sənin üstündə düzəldəcəm. Təşkil edəcəm də sənin üçün. İnanırsan pul çatmasa, bunlar mənə bir təhər edəcəklər. Kömək elə də mənə. Qız öz yerində. Onu demirəm. Nə deyirsən? 1-2 günə kurup ne iş var? Onda sənin payı və saat düşməyəcək. Onları hamısını özüm götürəcəyəm. Razısan? Sən lap kökündən vursan, əvəz. Eşitsən məni, axı sən bu işdən çox qazanırsan. Mən səndən o qazandığın pulun bir mislini istəyirəm. İndi bax da, qızlar öz yerində. Sənin payıva düşən mənim olacaq. Yaxşı-yaxşı fikirləş. Yaxşı, əvəz, yaxşı. Mən gəlim. Gəl də. Sən mənə qırmızı qaşlı boyunbağa söz vermişdin. Dükkanda görmüşdük, onu deyirəm. Onu niyə almamısan? Kama, pulum çatmadı axı. İnsafın olsun da. Nə insafı? Hansı insafdan danışırsan? Sevdiyin qıza hədiyyə alırsan, durub insafdan danışırsan. Pişmiş toyğun gülməyə gəlir. Niyə? Bu vaxta qədər görsən üçün nə qədər boyunbağı almışam. Hə, nə olsun? Böyük bir iş görmüsən. Hələ ki, mən istəyənləri almamısan. Biraz döz də, qurban olaram sənə. Dünyanın bütün sərvətlərinin ayaqlarının altına sərəcəm. Nə vaxta qədər? Nə qədər mən səni gözləməliyəm görəsən? Yaxşı da, qurban olum. Ayaqlarımın altında ölüm. Bugün gedərik gəzməyə. Hara? Familgilin kotejlərinə. Dal, xəyallara dal. Nə vaxt istədiklərimi alarsan, halalım olarsan, onda da istədiyin yerə gedərik. Hələ indi alsam gedəcəksən gör. Sən hələ bir al, sonrasına baxarıq. Sən mənə 15 dəqiqə vaxt ver, gəlirəm.
Sən kişi başı belə. Götür də. Ha İskəndər. Hə, əvəz. Qardaş, mənə borca pul ver də, qurban olaram sən. Nə qədər çox olur olsun. Yo, verə bilmərəm. Yaxşı da, əvəz. Yo. Haçan işləyəri onu da verərəm. Bundan da pul istəmək olur. Abi de buradadır. Evet salam, biz de seni bayaqdan axtarırıq. Əvəz, bizim evdə görüləsi işlər var. Bu gün bizə gələ biləcəksən. Biraz işıqlarda problem var. 4-dən sonra. Bu qızından sonra belə olub. Əvvəl sərxoşun dalğısı idi. Ayıq vaxtı olmazdı. Sonra ki qızı maşın altına düşdü, içkini tərk etdi. Eşitdiyimə görə o hələ də içir axı. İçir içməklə, amma axşamları. Tək yaşayırdı o, ha? Hə, tək yaşayır. Qızın ölümündən sonra arvadı onu atıb gedib. Sonra ki içkini atdı, özünü düzəltdi, vəziyyəti də yaxşılaşdı. İndi pis yaşamır, maşın zad da alıb. Arvadı qayıdıb gəlmək istədi, amma o razı olmadı. Ona görə də tək yaşayır. Bəs bu maşını zadı nə ilə alıb? Elektrik işi ilə o qədər qazanmaq olub, hə? Ay, orasını bilmirəm. Xoş gəlmişsən bayanlara. Sağ ol. Necəsən, nə var, nə Şükür var? olsun. Yaxşı. Bakıda nə var, nə var? Açıb da belə. Yenə elə köynə işində məşğulsan. Bəli, idmanla məşğulam hələ ki. Anan necədir? Şükür olsun, yaxşıdır indi. İşin xəstələnib belə. Bir ara xəstələnmişdi. Şükür olsun, sağalıb indi. Allah rəhmət eləsin, atan yaxşı kişi idi, dostum idi. Yaxşı günlərimiz keçmişdi bundan. Dünyada da. Vüqar, xeyr ola sən də evə gəlmişsən. Elə bir ay bundan qabaq kənddə Rüstəm dayımın da marketini uğrayıblar. Mənim atam rəhmətə gedəndən sonra dayım mənim boya başa çatdırıb. Külli miqdarda ziyan vururlar dükana. Nəyi var dükana uğrayıblar. Hə, bir ay bundan qabaq orada olub belə bir hadisə. Rüstəm dayımdır sən mənim. Tanıyıram onu. Bağlıdır, o iş də bağlıdır bu günə ki. Hələ cinayətçilər tapılmamışıq. Sən nə kömək eləyəcəkdin bizə? Mən də gəlmişəm ki, bu cinayətin asılmasında, cinayətçilərin tutulmasında mənə dair nə iş varsa, mən də əlimdən gələn köməkliyi edim. Laf gözəl, laf yaxşı. Laf yaxşı. Qoy Cəfərovu çağırıb bura. Sən tanıyırsan Cəfərovu gərək ki. Hə, tanıyıram Cəfər. Laf gözəl. Çağırım, görüşdürüm sizi. Sonra işinizi planlaşdırıq. Cəfərovu çağırım təcili yanına. Laf gözəl, laf yaxşı. Buyur. Olar mı hocam? Gəl, Cəfərov gəl. Güzelmiş. Cəfərov tanıyırsan Vüqarı? Gözəl tanıyırım. Vüqar mənim dostumun oğludur. Atası rəhmətə gedib, çox sədaqətli, gözəl bir insanıdır. Gözəl tanıyırım hocam. O uğranan dükanlardan da biri. Rüstəmin dükanı. Rüstəmin dükanı. Həmin hadisə də bugünə kimi bağlıdır. İndi Vüqar eşidib bu hadisələri. Dayısının zəhməti çoxdur üstündə. Ailəsində mən yaxşı tanıram. Özü gəlib könüllü ki, bu işdə bizə kömək eləsin. Ərazini tanıyır, adamları tanıyır. Mən elə bilirəm ki, onun kömək edəcək bizə. Ona görə onunla bir söhbət elə.
o işlərin hazırlanmasında, qurulmasında, aparılmasında nə köməkli eləyəcək? Aydındır. Hoşdur. Özü də idmançı oğlandır. Yəni köməyindən istifadə elə. Oldu, hoşdur. Oldu, gedə bilərsin. Tamam. Nə var, nə yox, xeyr ola. Sağ ol, salamatsızlıdır. Baxıram bayaqdan döyüşürsən. Hə, istəmə. Zəifdir, çox zəifdir. Gəzəm məndən güclüsən. Hə, əlbəttə güclüyəm. Görürsənsə onda gələyini bir dəyiş gəl. Yaxşı. Gözləyirəm sən, görək nə bacarırsan. Yaxşı. Görürəm yolunmusan, bayaqda məşq edirsən. Yox, mən dəyişməyə hazırım. Yaxşı da dostluq qalib gəlir. Sonra davam edərik. Bu sözümdə varında durmaq olmaz. Gedək bir stəkan çay içək. Yaxşı. Yaxşı. Salam uşaqlar. Necəsiz? Zabit dükandadır, bilmirsən? Dükandadır. Sağ olun. Adanım dedim. Yaxşı. Zabit, danış görüm hadisə necə olub? Heç. Gördüyünüz kimi, kənd yeridir, balaca marketdir. Böyük marketdir, desəm yalan olar. Gözümüz yüzlə dolanır. Sındırıblar qapını, giriblər. Mən də vergini hazırlamışdım, vergi ödəyəcəkdim. Bir də səhər bazara mal üçün pulları qoymuşdum kassada. Yığışdırıb aparıblar. Qapını sındırıb, yığışdırıb aparıblar. Kamera qoydurmamısan, siqnalizasiya qoşulmuyor. Kamera qoydurmağına bugün sabaya salmışdı, qoyduracaqdı. Ancaq siqnalizasiya var. Siqnalizasiya sistemi də işləmir. Siqnalizasiya qabalcadan elektrik naqillərini kəsiblər. Sonra da qapını sındırıblar, pəncərəsini giriblər içəri. Aparıblar kassa. Nə götürüblər? Elə bil ki, sabaha alınan malların pulları idi kassada. 3000-ə yaxın pul idi. Danışıq mobil kartları idi. Bir də verginin pulunu hazırlamışdır. Vergiyə ödəyəcəyimiz pullar. Bunları yoxdur. Bir də ki, 5-6 dənə bahalı içkilərdən götürür, spirtli içkilərdən. Şahid ərzəsində bütün bunları qeyd eləmirsən? Bəli, bunlar hamı yazılı var. Sənə şəxsən şübhələndiyin kimsə var?
Şəxsən şübhələndiyim adam yoxdur. Bilirsiniz necədir? Kənd yeridir. Burada hamı bir-birini tanıyır. Belə bir adam adı çəkə bilmərəm. Ancaq ki, bunu aparan çox elektrik işlərindən çox yaxşı başa çıxan adamdır. Ona görə ki, sıradan bir adam heç vaxt yüksək gərginli elektrik naqillərinə girişə bilməz. Kəsiblər, sonradan girib aparırlar. Aydındır, aydındır. Sən belə elə. Biz araşdırmağa davam etdiririk. Sənə mühüm bir xəbər olsa bizə xəbər edərsən. Oldu? Oldu, oldu. Yaxşı, sağ ol. Sağ ol. Salamov, hansı məlumatları əldə eləmisən? Danış. Deməli, mən mağaza və marka sahiblərindən görüşdüm. Əvvəlcədən o qeyd edim ki, şahid yoxdur. Mühafizəçilər olan yerdə mühafizəçilər zərərsizləşdirilib, əlin qolunu bağlayıb, gözlərini bağlayıblar, bir otağı salıblar, saxlayıblar orada. Onlar ancaq qeyd edirlər ki, yalnız səs eşidiblər. Yalnız onların səsini və qeyd edirlər ki, orada bir nəfər döyük, qarətçidə bir nəfər döyük. Hardasa 2 və 2-dən çox olan şəxslər olub orada. Dəstixət eynidir. Elektrik naqilləri kəsilib, avtomatik olaraq kamera və siqnalizasiya sistemi sıradan çıxıb və onlar da başlayıblar işlərini görməyə. Salamov, mən sənə tapşırmışdım ki, oradakı o ərazinin elektrik ustaları ilə maraqlanasın. Nəsə məlumat əldə edə bilmirsən? Elektrik ustaları ilə maraqlanmaqla maraqlandım, amma onlardan biri daha çox mənim diqqətimi cəlb elədi, Əvəz Muradov. Kənd sakinlərinin dediyinə görə o özünə yenicə avtomobil alıb, kənddə torpaq sahəsi alıb, evində təmir işləri gedir, tez-tez bahalı restoranlarda gördülər onu. Mənim özümə də maraqlıdır. Elektrik ustası necə ola bilər ki, bu qədər qısa müddət ərzində bu işləri görsün? Aydındır. Onda gəl belə eləyək. Sən Əvəz Muradov haqqında çalış, daha çox məlumat topla. Biz də Əvəz Muradovun qapısında onu izləmək üçün əməkdaşlarımızdan birini təyin edərik. Buyurun, buyurun. Salamünaleyküm. Salamünaleyküm. Biraz hoş geldiniz. Hə, pana, gəlmiş o yerində araşdıra görək. Hadisə necə baş verir? Ümumiyyətlə market atamın adınadır, mən işlədirəm. Özünüz də görürsünüz də burada qadın paltarlarıdır, uşaq geyimləridir, qab-qacaqdır, bəzi məişət əşyalarıdır. Burada danışıq kartlarıdır, satırıq. Hər ayın axırı banka kredit ödəyirəm, vergiləri ödəyirəm, aldığım malların pulunu qaytarıram. Ayın axırıncı 2 günü idi deyənə, pulları saxladım kassada. Dəqiq deyə bilmirəm, cinayətkarlar bəlkə də biliblər, pullar kassadadır, ya təsadüfdür, deyə bilmərəm. Marketin arxa tərəfindən elektrik xətləri keçir, onları kəsiblər və siqnalizasiya avtomatik olaraq sönüb. Və bundan sonra da qapını açıblar, rahatca giriblər içəri, soyub aparıblar. Biz şübhəli heç kəsi görməmişik, amma bir nəfər deyir ki, dükanın qarşısında maşın izləri olub. Çox böyük ehtimalla ki, oğrular maşınla olublar. Hər axşam saat 8-də mağazanı mühafizəçi Qədir Miriyevə təhvil verib gedirəm. Yaxşı, bu mühafizəçi Qədir Miriyev bu hadisəni necə xatırlayır? Miriyev deyir ki, gecə saat 2 olardı, işıqlar qəfildən söndü. Çıxdım həyətə, gördüm nə var, nə yox. Birdən böyrümə nəsə dirəndi. Bildim ki, silahdır. Kimsə dedi, əllərimi qaldır. Əllərimi qaldırandan sonra ağzımı bağladılar, gözümü bağladılar. Sonra əllərimi saldılar aşağı, arxadan bağladılar. Məni apardılar, atdılar butkaya, butkanın da qapısını bağladılar. Və ondan sonra gəlib soyublar dükanı. Mən də səhər saat 8-9-un yarısı olardı da belə. Gəldim dükana, gördüm qapılar taybatay açıq. Girdim içəri, gördüm paltarları aparıblar, geyimləri aparıblar. Danışıq kartları var idi, kassada pullar var idi, onları aparıblar. Başladım Miriyev'i axtarmağa. Getdim, gördüm yazıq
Butqanın içində o vəziyyətdə. Mən açıb onu oradan çıxartmışam. Orada məndə uşaq bölümü var. Qəribəsi odur ki, orada gəlinciklər var, balaca gəlinciklər. Onların hamısını başını qopardıb, atıblar, tapdalayıblar. Hamısını bir-bir başlarını qopardıb, tapdalayıblar, gediblər. Amma aparmayıblar oradan heç nə. Deməli Xəlilov, bizim şübhələrimiz özünü doğrultmağa başlayıb. Belə ki, Əvəz Muradov özünü çox şübhəli aparır. Mütəmadi olaraq evinə 2 nəfər naməlum şəxs tez-tez gəlib gedir. Özü də ki, bu şəxsləri heç kəs tanımır, heç rayondan da deyirlər. Bir dəfə də onları avtomobilə minib meşəyə getdiklərini görürlər. Böyük ehtimalla onlar elə uğradığı malları meşədə də gizlədirlər. Aydındır. Deməli, Əvəz Muradov. Biz bütün diqqətlərimizi onun üstündə cəmləşdirməliyik. Mən belə düşünürəm ki, biz bu cinayətin üstünü tezliklə asacağıq. Belə, nəzarəti gücləndirin. Başqa deyəcəyiniz bir şey yoxdursa gedə bilər. Oldu. Dünən hardaydın sən? Telefonuma da zəng vurdum, cavab vermirdin. Alo, fırlatdığım qız nədir? Heç sən? Əməliyyat qrupu gəlir yolda. Xəlilov, Əvəz adamları ilə mindi maşın. Oldu, getdi.
Tamam, sen benden gel. Sen o tarafa. Yere atın. Sen bir akşam bana oynaya silah işledin ha? Axmağın bir axmaq. Mola qorxmaq satdım da. Sen artık ucu batırmısan. Evet, silahı yere atın, teslim olun. Muhasirədəsiz. Axmağın bir axmaq, gel dalımca. Arxamıza gəlin. Abla silah ver. Teslim olun. Deməli belə, əməliyyat uğurla başa çatdı. Mütəşəkkil cinayətkar dəstənin bütün üzvləri yaxalandı. Amma bu əməliyyat zamanı bizim buraxdığımız səhvlər var. Özdə çox kobud səhvlər. Axı necə oldu ki, siz əməliyyatçılar gələnə qədər müdaxilə elədiniz bu işə? Xəlil, biz hər şeyi əvvəl təlimata uyğun elədik. Onların izinə düşdü, onları izlədi. Sadəcə olaraq Abdullayevin ayağı orada kola ilişdi, yerə yıxıldı. Və onlar bizim gəlməyimizi hiss elədilər və ilk olaraq atəşi onlar açdılar. Mən də onlara xəbərdarlıq elədim ki, silahı yerə atın, təslim olun. Siz mühasirədəsiz. Ondan sonra atəş səsi gəlmədi. Amma hiss elədim ki, onlar qaçırlar. Və biz də düşdük onların ardınca. Meşənin o sıx yerindən keçəndə qəflətən Cabbarla İskəndər bizə hücum elədilər. Həmin vaxtı əlbəyaxa döyüş başlandı. Bəli, həmin yerdə bizim səhvimiz oldu. Mən düşünürdüm ki, onlar qaçırlar. Amma sən demə, onlar qaçmayıblar, bizə pusqu qurublar. Belə görünürdü ki, onlar bizə silah tətbiq eləmək istəmirlər. Əlbəyaxa döyüşmək istəyirlər. Əgər siz hər hansı bir idman növü ilə, döyüş növü ilə məşğul olsaydınız, belə gülünc vəziyyətə düşməzdiniz. Deməli, Naxışov İskəndər Qartaloğlu. Sən rayon ərazisində bir neçə marketlərin və kənd mağazalarının qarətində təxsirli bilinirsən. O cümlədən Okean Market, Hədiyyə Market, Salahlı kənd mağazası və bir neçə obyektlərin qarətində təxsirli bilinirsən. Bütün bunları sən etiraf eləyəcəksən, yoxsa biz faktlarla danışaq? Etiraf edirəm. Yaxşı, İskəndər, sənə bir şəxsi sual vermək istəyirəm.
Bildiyimə görə sən uşaq yaşlarından idmanla məşğul olmusan, yarışlarda iştirak eləmisən, nailiyyətlərin olub. Bəs niyə birdən-birə sən idmanın yolunu atdın, cinayəti seçdin? Nə səbəblə? Yarışların birində zədə aldım və həkimlər bir müddət yarışa çıxmağa icazə vermədi. İstədiyim qız var idi, nişanlanmaq istəyirdim. Pul da yox idi, bir belə, iki belə, sonra düşdüm bu yol. İskəndər, sənə bir söz deyim. Bu sadaladıqların hamısı bəhanədir. Sən bu müalicə müddətində təlimatçı kimi fəaliyyət göstərə bilərdin. İdmançı uşaqlar hazırlaya bilərdin. Amma nə elədin? Cinayəti seçdin. O ki qaldı nişanlanmaq, evlənmək. Onda sənin deməyindən belə çıxır ki, hər evlənən cinayəti əl atmalıdır. Bunlar amma boş bəhanələrdir, bizə nağıl danışma. Nəysə, sənin iş və məhkəmə baxacaq. Aparın. Səmədov, Rüstəmov Cabbarı gətirin yanına. Zəfərova da deyin gəlsin. Buyurun. Sevmem buna. Kesin oturun. Özünü təqdim elə. Rüstəmov Cabbar Hənifoğlu. Doğum tarixi. 26 avqust 1990-cı il. Ünvan. Bakı şəhəri, Süleymanov küçəsi. Ev 110, mənzil 49. Yaxşı, danış görün bu cinayətləri necə törədibdiniz? Həsnə, rayon arasında bəzi dükanlar ki var, əvəz o dükanlara elektrik naqillərini düzəltmək adına gedirdi. O dükanları bir-bir yadında saxlayırdı. Sonra isə bir gün təyin edirdi və 3 nəfər görüşürdük. Əvəz o dükanları bir-bir bizə deyirdi və biz o dükanlara gedirdik. Əvəz də elektrik naqillərini ayırırdı və biz dükana girirdik. Əlimizdə keçən pul, danışıq kartları, bahalı içkilər, bahalı gemilər və s. əşyaları götürüb dükandan çıxırdıq. Sonra isə əvəz bunları bəzi insanlara satırdı və pulu da öz aramızda bölürdük. Deməli, əvəz elektrik naqillərini kəsib kameranın siqnalizasiya sistemlərini sıradan çıxarırdı. Sonra da siz girib dükanı yarırdınız. Həri, əvəz təşkil edirdi hər şeyi. Silahdan istifadə edirdiniz? Hə, istifadə edirdik. Hansı silahdan? Tapança, bıçaq, ancaq qorxutmaq üçün istifadə edirdi. Yəni, əvəz bizə demişdi ki, həmin silahlarla adam öldürmək olmaz. Deməli, siz silahdan ancaq qorxutmaq üçün istifadə edirsiniz. Elə isə sənin sualım var. Niyə bizim əməkdaşlara atəş açmısan? Həm özümü qorxdum, həm də ki, polisləri qorxutmaq üçün atəş açdım. Aydındır. Muradov Əvəz və Naxışov İskəndərlə necə tanış olmuşsan? İskəndəri idmandan tanıyıram. Özü bildiyiniz kimi o idmançı olub. Qaldı ki, Əvəzlə yeməkxanada tanış olmuşuq. Bax, mənim maraqlıdır ki, yaxşı idmançı olmuşsan. Yarışlarda da iştirak eləmişsən. Bəs sən niyə bu cinayət yoluna qədəm qoymuşsan? Əvvəllər yaxşı idmançı idim. Yarışlara gedirdim, diplomlarım vardı, dərəcələrim vardı. Döyüşlərin birində bir gün zədələndim. Amma mənim məşqçim ondan sonra məni heç bir dənə döyüşə buraxmadı. Və belə oldu ki, məşqçinin aramızda bizim konflikt yarandı. Sonra da mən idmandan küstüm. Ona görə də özümü dolandırmaq üçün bir yol seçdim. Yəni, belə fikirləşirəm ki, bu işdə bizim məşqçinin günahı var. Cabbar, mən sənin dediklərinə inanmıram. Çünki ölkəmizdə idmana qayğı çox yüksək səviyyədədir.
İdmançılarımız dəfələrlə beynəlxalq arenada bayrağımızı dalğalandırırlar. Və idmançılarımız üçün çox gözəl şərait var. Sənin hansısa məşqçiyə görə idmandan ayrılmağın ağlasığılmaz bir səhvdir. Amma məndə olan məlumatlar məni tamam başqa fikrə gətirib çıxarır. Sən idmanı qumar oynadığına görə atmısan. Özü də bildiyim qədər heç fərqli oyuncu da olmamısan. Daim uduzmusan. Həmişə borc içində olmusan. Məhz elə buna görə də sən asan yolla pul əldə eləmək üçün cinayət yoluna qədəm qoymusan. Bax belə. Aparın. Səmədov, oradan Muradov Avaz Cəbioğlu'nun sorğuya gətir. Özünü təqdim edə. Muradov Avaz Cəbioğlu. Doğum tarixi 1979-cu il sentyabrın 12-si. Ünvan Salahlı kəndi. Əvəz, sən mütəşəkkil cinayətkar dəstənin yaradılmasında, qarətlərin təşkilində təqsirli bilinirsən. Bu cümlədən rayon ərazisində Okean Market, Hədiyyə Market, Salahlı kənd mağazası, Sabirli kənd qarışdırmalar mağazasının qarətində təqsirli bilinirsən. Yaxalanarkən polisə müqavimət göstərmişsiniz və bir əməkdaşınızı bədən xəsarətləri yetirmişsiniz. Bütün bunları etiraf edirsənmi? Özünü günahkar hesab edirsən? Hə, edirəm. Aydındır. Danış görün bu cinayət əməllərini necə törədirdiniz? Heç, işıqçı işləyirəm. Yaxın kəndlərdə, uğur kənddə, qonşu kəndlərdə gedirəm, işləyirəm. Baxırdım da dükanlara, arada imkanlı yerlərdir var. Yığılırdı uşaqlarla, gecə gedirdi. Bir dəqiqə, dayan. Rüstəmov Cabbar Hənifoğlu, Naxışov İskəndər Qartaloğlu ilə necə tanış olmuşsunuz? Cabbarla, İskəndərlə mən yeməkxanada tanış olmuşam. Belə söhbət arasında gördüm ki, bu uşaqlar soyğuna meyilli uşaqlardır. Aydındır, davam elə. Gecə gedirdi. Kəsirdim onların xətlərini. Ki, birdən kameralar, siqnalizasiyalar olar. Görürdü, gecə qarət edirdi. Kontr olurdu, siqaret olurdu, pul olurdu. Belə yüngül şeylər götürürdü. Hərdən də içkilər, bahalı paltalar olurdu, götürürdü. Qarət elədiyiniz malları nə edirdiniz? Qara bazarda başqa kəndlərin arasında satırdı. Kimlərə satırdınız? Konkret heç kim yox idi. Kim qabağımıza çıxırdı, satırdı. Aydındır. Bildiyim qədərilə elektrik olmusan. Yaxşı da qazanmısan deyilənlərə görə. Bəs niyə bu yola düşdün? Mənim 10 yaşlı bir qızım vardı. Çox istəyirdim ona. Onunla bir gün dükana gedib bazarlıq eləyəndə yolda məndən gəlincik almağımı istədi. Gedib dükandan bazarlıq elədim, ancaq gəlincik almağa pulum olmadı. Sən mağazadan nə almışdın ki? Nə bilim ben, çörək, kartof, şor xiyar, araq. Sən araq aldın, gəlinciyə pul çatmadı. Sonra da deyirsən qızımı çox istəyirdim. Bəs sonra nə oldu? Dükancıya dedim ki, gəlincinin qiymətindən biraz düş. O düşmədi, dedi, qiyməti budur. Uşaq da elə ağlayır, gəlinciyi al, gəlinciyi al. Mən də istəndim, uşağa bir şillə vurdum. O da qaçdı küçəyə. Sonra çöldən maşın tormuzunun sası yağdı. Cəmaat yığıldı. Mən də tez özümü attım bayra. Getdim, gördüm qızım təllas.
maşının təkəri altda. Bəlkə istəyirdim. İstəyirdim hamıdan acığımı sıxın. Sonra mən də qərara gəldim ki, nə yol nə olsun, mən də varlanmalıyam. Əlaqsızca bu dükansılardan qisasımı alacağam. Belə. Nəysə. Mən səni yaxşı başa düşürəm, Əvəz. Həqiqətən də sənin başına gələn çox ağırlı, acılı hadisədir. Amma bu sənə ixtiyar vermir ki, sən bu cinayətləri əl atasan. Və sənin elədiklərin istənilən halda cinayətdir. Və sən cinayətkarsan. Sən öz acını başqalarına acı çəkdirməklə kompensasiya eləmək istəmirsən. Amma acını acı çəkdirməklə yox, xeyirxah işlər görməklə yüngülləşdirmək daha yaxşı olardı. Sənin hadisən nə qədər acı olsa da, sənin törətdiyin əməllər üçün bəhanədir. Sənin soyğunçuluğun, sənin qalətin, ümumiyyətlə, bütün cinayət işlərin hamısı bəhanə təməlli cinayətlərdir. Və mən buna bir insan kimi heç cürə bəraət qazandıra bilmərəm. Afarım.